Salam əziz izləyicilər. Bugün sizlərə DİM 9 illik test toplusundan zərf mövzusunu izah edəcəm. Birinci sual. Zərfin feili bağlamaya aid olduğu nümunə hansıdır? Cəsarətlə danışan, aşağı boylanan cümləsində deməli zərf feili sifətə aiddir deyə B-ni çıxıram. C bəndində torpağı sevdikcə feili bağlamadı, düzdür ikinci söz. Amma birinci söz isimdir. İsim zərfə aid olduğu üçün İsim feili bağlamaya aid olduğu üçün daha doğrusu C-ni çıxıram. Bizə deyir zərf feili bağlamaya aid olsun. Məktəbdən gələrkən, məktəbdən sözü isim olduğuna görə və isim feili bağlamaya aid olduğu üçün D-ni də çıxıram. Amma A bəndində yuxarı sözü zərfdir, yer zərfi, qalxdıqca isə feili bağlamadır. Deməli bizim cavabımız olacaq 1-də A bəndi. 1A. İkinci sual. Bayaq Rüstəm kişi Şirzada çəpəki baxmışdı cümləsində zərfin məna növlərini müəyyən edin. Nə zaman bayaq, necə çəpəki, zaman tərz. Deməli zaman tərzi hərəkət olacaq 2-də E bəndi. Üçüncü sual. Axşam o məlumatı diqqətlə oxudu cümləsində zərfin məna növlərini müəyyənləşdirin. Nə zaman axşam, necə oxudu diqqətlə. Zaman zərfi, tərzi hərəkət zərfi. Zaman tərzi hərəkət olacaq 3-də E bəndi. Dördüncü sual. Cümlələrin birində zərf işlənməmişdir. Şirin həyəcanla onun üzünə baxdı. Necə baxdı həyəcanla? Burada zərf var. A bəndini çıxdım. Qara buludlar göy üzündə çaxnaşırdı. Cavabımız B bəndi olacaq. Digərlərə də baxaq. Uşaq təzəcə dil açmışdı. Təzəcə, nə zaman təzəcə, C-ni çıxdım. Əhməd onu çəpəki süzürdü. Çəpəki necə, tərzi hərəkət zərfi, D-ni çıxdım. Kamal bir qədər ayaq saxladı, sonra yoluna davam etdi. Bir qədər burada kəmiyyət olacaq, sonra isə zaman zərfidir, E-ni çıxdım. Amma B bəndində zərf yoxdur. Qara sözü sifətdir, bulud isim, göy üzü, hər ikisi isim, çaxnaşmaq isə feil. Deməli 4-də cavab olacaq B bəndi. 5-ci sual. Biri zərf deyil. Qəfildən qışqırmaq, necə qışqırmaq? Burada zərfdir. Bərkdən danışmaq, necə danışmaq? Burada da zərfdir. Birdən hoppanmaq, burada da zərfdir. Ucadan gülmək, necə gülmək? Burada da zərfdir. Amma C bəndində bilmədən çığırmaq, madam mədən zərf yox, feili bağlama şəkildisidir. Ona görə C bəndində zərf yox, feili bağlama var. Cavab olacaq 5-də C bəndi. 6-cı sual. Biri zərfdir. Oxumadan, madam mədən feili bağlama. A-nı çıxdım. Görər görməz, armaz bir tərəfi təsdiq, bir tərəfi inkar, feili bağlama, C-ni çıxdım. Hirslənmədən, madam mədən feili bağlama, E-ni çıxdım. Baxa baxa, baxmaya baxmaya, bu da feili bağlamadır, D-ni çıxdım. Amma azdan çoxdan, mən bu haqda azdan çoxdan bilirəm. Nə qədər bilirəm? Mürəkkəb kəmiyyət zərfi. Cavab olacaq B bəndi. Deməli 6-da cavab oldu B bəndi. 7-ci sual. 7-də deyir, hansı cümlədə zərf işlənmişdir? Xəstənin halı birdən-birə dəyişdi. Necə dəyişdi? Birdən-birə. Cavabımız elə A bəndi olacaq, amma digər variantlara da baxaq. Bakı bağlarının gözəlliyinə söz yoxdur. Bakı isim, bağ isim, gözəllik isim, söz isim. Yoxdur da predikativ söz. Uşaqlar bağda istirahət edirlər. Uşaq isim, bağ isim, istirahət etmək feil. Konsertdə, konsert isim, qabaq zərcə, qabaq sifət, zərcədəki, qabaq zərcədəki hər ikisi sifət, yerlər isim, boşda sifət olacaq. E bəndində də qonşumuz isim, kiçik sifət, oğul isim, Türkiyə isim, təhsil almaq isə olacaq feil. Deməli bu variantları çıxdıq. Burada isə birdən-birə sözü zərf olacaq. 7-də A bəndi. 8. Cümlələrin birində zərf işlənməmişdir. Kamal dərhal ayağa qalxdı. Dərhal zərfdə A bəndini çıxdım. Mələk təəccüblə qaşlarını çatdı. Təəccüblə zərfdə B bəndini çıxdım. Uşaq biraz da irəli gəldi. Biraz da kəmiyyət zərfidir. İrəli də yer zərfidir. C bəndini çıxdım. Dostlar yanaşı dayanmışdılar. Yanaşı zərfdir. D bəndini çıxdım. E bəndində isə zərf yoxdur. Çəmən isimdir, əlvan sifətdir, çiçək isimdir, bürünmək isə feildir. 8 oldu E bəndi. 9-cu sual. Hansı cümlədə zərf yoxdur? Odla zarafat etmək olmaz bala. Cavabımız elə A bəndidir. Çünki burada zərf yoxdur. B bəndində qoca zorla danışırdı. Zorla sözü zərfdir.
C bəndində uşaq təəccüblə mənə baxırdı. Necə təəccüblə? Təəccüblə sözü zərfdir. Hərbiçi ehtiyatla necə? Bu da zərfdir D bəndində. Maşın sürətlə şütüyürdü. Sürətlə sözü də zərfdir. Amma A bəndində zərf yoxdur. Odula nə ilə? Od sözüdür, qoşma ilə işlənib. Zarafat etmək olmaq feildir. Bala sözü isə xitabdır. Cümlədə isimlə ifadə olunmuş xitab. Deməli 9-da cavab oldu A bəndi. 10-cu sual. Nümunədə altından xətt çəkilmiş söz morfoloji baxımdan nədir? Morfoloji baxımdan soruşursa, deməli nitq hissəsini soruşur. Xatırlayıram, necə xatırlayıram, ara bir xatırlayıram. Hərəkəti izah elədiyinə görə deməli cümlədə zərfdir, D bəndi olacaq cavab. 11-ci sual. Verilmiş cümlələrdə zərfin mənacı hansı növləri işlənməmişdir? İşlənməmişdir soruşur. Hər axşam aşağıdan gələn musiqi səsi ətrafa yayılırdı. Nə zaman? Hər axşam. Zaman zərfi var. Deməli zaman var. Dağın ətəyi yazda nə zaman? Gülçiçəyə bürünər, ora gələnləri valih edərdi. Oraya, hara? Bu da yer zərfidir. Zaman və yer var. Demək bizdən soruşur. Tərzi hərəkət yer. Yer zərfi olduğuna görə A bəndini çıxdım. Kəmiyyət yer. C-ni çıxdım. Yer zaman D-ni çıxdım. Zaman kəmiyyət bunu çıxdım. Deməli cavabımız olacaq kəmiyyət və tərzi hərəkət. Kəmiyyət və tərzi hərəkətdə olacaq B bəndi. 11-də B. 11-də yox. Bu 12-nin cavabıdır. 11 ilə 12-ni qarışdırmışam. Bu 12-nin cavabıdır. 12-də oldu B. İndi 11-ə qaydaq. 11-ci sual üçün götürmüşük. Verilmiş cümlələrdə zərfin mənacı hansı növləri işlənməmişdir? Yenə də soruşur, işlənməmişdir. Səbuhi tələsik yuxarı mərtəbəyə qalxdı. Necə tələsik? Bu tərzi hərəkət. Tərzi hərəkət. Qoca güclə qapını açıb, yuxarı mərtəbəyə sözündə də yuxarı sözü yer zərfidir. Deməli, yer zərfi də var burada. Qoca güclə qapını açıb, içəri girdi. Güclə necə? Demək, burada ikinci cümlədə də tərzi hərəkət və yer var. Açıb, içəri sözü də yer zərfi. Deməli, tərzi hərəkət yer. Baxaq, indi işlənməmişdir soruşur. Zaman tərzi hərəkət. Tərzi hərəkət var, A bəndini çıxdım. Tərzi hərəkət yer, B bəndini çıxdım. Kəmiyyət yer, C-ni çıxdım. Yer zaman, D-ni çıxdım. Yerdə qaldı E, kəmiyyət və zaman. Bu da 11-ci sual. Deməli, 12 ilə 11-i, birinci 12-ni izah eləmişəm, sonra 11-i izah eləmişəm. İndi isə 13-cü suala keçirik. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Düz sözü zərf kimi işlənəndə hərəkəti izah edir. Əgər hərəkəti izah eləməyibsə, özündən sonra isim gəlibsə, deməli burada zərf kimi işlənməyəcək və sifət kimi işlənəcək. İndi baxaq. Sən düz danışmadın. Necə danışmadın? Burada hərəkəti izah edib, deməli zərfdir. Oğlum sözü düz oxu. Necə oxu? Düz oxu. C-də də zərfdir. Ancaq natiq düz deyir. Demək sözü hərəkətdir. Burada da hərəkəti izah edib, deməli zərfdir. Diqqətli ol, düz yaz. Necə yaz? Burada da zərfdir. Amma birinci cümlədə düz yol gedən yorulmaz. Özündən sonra isim gəlib və ismi izah elədiyi üçün cümlədə zərf yox, sifət kimi işlənib. Deməli 13-də cavab olacaq A bəndi. 14-cü sual. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Yenə də eyni tipli sualdır. Özündən sonra hərəkət gəlibsə, deməli zərf kimi işlənib, hərəkəti izah edirsə, yox, əgər hərəkəti izah etmirsə, deməli zərf kimi işlənməyib. Mətni yalnız Elçin düz oxuyur. Necə oxuyur? A bəndində zərfdir. Sən həmişə düz danışırsan. Necə danışırsan? C bəndində də zərfdir. Bu gün hamı cavabları düz yazmışdı. Necə yazmışdı? D-də də zərfdir. Stulda həmişə düz oturarlar. Burada da zərfdir. Amma B bəndində düz sözə zaval yoxdur. Söz isimdir və düz sözü ismi izah elədiyinə görə burada zərf yox, sifət mövqeyində işlənib. Ona görə cavabımız olacaq 14-də B bəndi. 15-ci sual. Hansı cümlədə zərf yoxdur? Bulaq suyundan bir qədər içdim. Nə qədər? Kəmiyyət zərfi. A bəndini çıxdım. İndi dincəlmək olar. Nə zaman? B bəndində zaman zərfi var. B-ni çıxdım. Sonra yaylağa gedəcəyik. Nə zaman? Sonra. C bəndində də zaman zərfi var. C-ni çıxdım. Baxırıq D-yə. Axır ki, tapşırıq yerinə yetirildi. Yerinə yetirildi nə? Tapşırıq. Axır ki də köməkçi nitq hissəsidir. Bu cümlədə zərf yoxdur. E bəndində isə axşam bizə gəlməyi unutma. Nə zaman? Axşam. Burada da zaman zərfi var. Cavabımız olacaq 15-də D bəndi.
16-cı sual. Birində tərzi hərəkət zərfi işlənmişdir. Qanın bəzən qaralırdı. Nə zaman? Bəzən. Burada zaman zərfi var. A-nı çıxdım. İndicə şad xəbər aldıq. Nə zaman? İndicə. Burada da zaman zərfidir. B-ni çıxdıq. Nənə biraz sakitləşdi. Cəmiyyət zərfi qədərin bildirir. Qatar sürətlə gedirdi. Necə gedirdi? Nə tərzdə gedirdi? Bax, cavabımız olacaq D bəndi. Çünki burada hərəkətin tərzini bildirir. E bəndində isə bu gün hava isti deyil. Nə zaman? Bu gün. Bu da zaman zərfidir. Deməli, 16-da cavabımız oldu D bəndi. 17-ci sual. Birində tərzi hərəkət zərfi işlənmişdir. Yuxarıda kimsə var idi. Yuxarı yer zərfidir. A-nı çıxdım. Xəbər bura çatdı, buraya çatdı. Hara? Yer zərfi. B-ni çıxdım. Sonra gələrik. Nə zaman? Sonra. C-də zaman zərfi var. C-ni çıxdıq. Bayırdan səs eşidildi. Haradan? Burada da deməli yer zərfidir. Həmişə cəsarətlə vuruşun. Necə vuruşun? Cəsarətlə. Hərəkətin tərzini bildirib. Deməli cavabımız olacaq 17-də E bəndi. 18-ci sual. Biri zərf deyil. Üzbəyiz oturmuşuq necə? Mürəkkəb zərfdir. Göz-gözə. Mürəkkəb zərf taybataya. Qapı taybataya açıldı. Necə açıldı? Mürəkkəb zərf. Birbaşa sizə gəlirik. Necə? Birbaşa. Mürəkkəb zərf. Gəzə-gəzə isə zərf yox, feili bağlamadı. Çünki inkarda işlədirik. Gəzə-gəzə, gəzməyə-gəzməyə. Deməli cavabımız olacaq D bəndi. Gəzə-gəzə. Zərf yox, feili bağlamadı. 19-cu sual. 19-da deyir, hansı cümlədə zərf yoxdur? Xəlvətcə məşqinə su doldurub şər, dür kimi saxladı, vermədi xəbər. Xəlvətcə necə? Tərzi hərəkət zərfi. Müəllim təəccüblə necə? Uşağa baxdı, tərzi hərəkət. Körpə güclə divardan tuta-tuta yeriyirdi. Güclə necə? Tərzi hərəkət zərfi. C bəndin çıxdı. Əsmər xala necə danışırdı? Astadan danışırdı. E bəndin çıxdım. D bəndi. Mən səni gördükcə gözlərim gülər. Gördükcə. Feili bağlama şəkilçisidir. Bu cümlədə ümumiyyətlə zərf yoxdur. Ona görə də cavabımız olacaq 19-da D bəndi. 20-ci sual. Yaxşı yazmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar cümləsindəki yaxşı sözü hansı nitq hissəsidir? Hərəkəti izah elədiyinə görə, əgər ismə aid olsaydı sifət götürəcəkdik. Yox, əgər hərəkəti izah eləyibsə, deməli zərf götürürük. Özündən sonra hərəkət gəlib, burada da hərəkət gəlib. Deməli nə olacaq? Zərf olacaq. 20-də C. 21. Nöqtələrin yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Düzəltmə olsun, tərz bildirsin, köküdə isim olsun. Onlar dayanmadan işləyirdilər. Bu cümlədə zərf yoxdur, A bəndin çıxdım. Əhməd kişi çox çalışqan adamdır. B bəndində də zərf yoxdur, B bəndində çıxdım. Rüstəm kişi Şirzada çəpəki nəzər saldı. Kim? Rüstəm kişi nəzər saldı kimə? Şirzada. Necə nəzər saldı? Çəpəki. Tərzi hərəkət zərfidir. Bax, bu düzdür, düzəltmədir. Tərzi hərəkət zərfidir, düzdür. Amma çəp sözü isim deyil. Bu söz isimdən yox, sifətdən düzəlib deyə D-ni çıxıram. Bu hadisə çoxdan olmuşdu. Nə zaman? Çoxdan. Zaman zərfidir, tərz bildirmir. Bizə lazımdır tərz bildirsin. Düzəltmədir. Tərz bildirmir, amma zaman bildirir. Kökü də isim yox, saydı. Deməli, E bəndini çıxdım. Amma C bəndində uşaq şeiri həvəslə söyləyirdi. Necə söyləyirdi? Tərz bildirir, bu düzdür. Həvəs sözü, nitq isə düzəltmə olmağı da həvəs sözündən düzəlib. Necə? Həvəslə, düzəltmədir, bu da düzdür. Kökü də isimdir. Həvəs nə? İsimdir. Deməli, cavabımız olacaq C bəndi. 21C. 22. Zərfin feili bağlamaya aid olduğu nümunə hansıdır? Tək-tək oxuyan. Tək-tək oxuyanda bu feili bağlama deyil, feili sifətdir deyə. Burada zərf feili bağlamaya, feili sifətə aiddir. B-ni çıxdım. Qəsdən gecikmək. Burada məslərə aiddir. C-ni çıxdım. Ağlaya-ağlaya danışaraq. Burada zərf yox, feili bağlama, feili bağlamaya aiddir. D-ni çıxdım. Soyuqdan titrəməkdə isə deməli zərf aid olacaq, məslərə aiddir. Əslində soyuqdan sözü özü də nitq hissəsi olaraq zərf deyil. Sifətdir, çıxışlı qal şəkilçisi ilə işlənib və məslərə aiddir, eyni çıxdım. Amma A bəndində girər-girməz feili bağlamadır. Birinci tərəfi təsdiqdə, ikinci tərəfi inkarda işlənib. İçəri sözü də yer zərfidir. Deməli, A bəndində yer zərfi feili bağlamaya aiddir. Deməli, cavabımız olacaq 22-də A bəndi. 23-cü sual. Dandan şəkilçisi hansı cümlədə zərf düzəldən şəkilçi kimi işlənmişdir?
Hava qaraldığı üçün bağdan çıxıb evə getdilər. Haradan? Burada çıxışlı qalın şəkilçisidir. A bəndini çıxdım. Birdən sonra gələn rəqəm cütdür. Nədən? İsimləşmiş sayı artırılıb çıxışlı qalın şəkilçisidir. B-ni çıxdım. Səndən çox nigaranam. Kimdən? Çıxışlı qalın şəkilçisi də əvəzliyə artırılıb. D-ni çıxdım. Güldan niyə sınıb? Burada isə dan şəkilçisi isim düzəldən leksik şəkilçisidir. E-ni çıxdım. Amma C bəndində qəfildən gələn qonaqlar üçün süfrə açıldı. Qəfildən nə zaman və yaxud qəfildən necə? Burada zərf düzəldib. Deməli, cavabımız olacaq C bəndi 23-də. 24. Hansı cümlənin xəbəri yer zərfi ilə ifadə olunmuşdur? Ən böyük gözəllik bizim kənddədir. Kənd sözü isimdir. A bəndini çıxdım. Universitetin bir filialı da Sumqayıtdadır. Sumqayıt sözü də xüsusi isimdir. B bəndini çıxdım. Azərbaycan bütün Azərbaycanlıların vətənidir. Vətən isimdir. D bəndini çıxdım. Sadıq əslən Təbrizdəndir. Təbriz isimdir. E bəndini çıxdım. C bəndində isə şagirdlərin bir qismi orada idi. Ora yer zərfidir. Deməli, cavabımız olacaq 24-də C bəndi. 25. Hansı düzəltmə zərflər sifətdən yaranmışdır? Yavaşdan, sevincək, aralıqda. Sevincək sözü feildən yaranıb. Yavaş sözü də özü zərfdən yaranıb. Ona görə A bəndini çıxıram. Bizə lazımdır sifətdən yaransın. Hərarətlə, diqqətlə, heyrətlə. Hərarət, diqqət, heyrət sözləri isimdir. Deməli, bu sıradakı sözlər isimdən yaranıb. C-ni çıxdım. Hərdən, birdən, çoxdan. Hər əvəzlikdən, bir saydan, çox saydan. Deməli, D-ni də çıxdım. Gündə, ayda, ildə isimdən yaranıb. E bəndində çıxdım. B bəndində isə çəpəki sözü çəp sifətindən, icidcəsinə icid, hiləgərcəsinə hiləgər sifətindən yaranıb deyə cavabımız olacaq 25-də B bəndi. 26-cı sual. Zərfin məna və quruluşca növlərini nəzərə almaqla soldan sağa cədvəli tamamlayın. Demək, məna və quruluşca növlərini nəzərə almalıyıq. Təkrar oxudum, necə oxudum. Deməli, tərzi hərəkət, gündə nə zaman zaman, xeylidə kəmiyyət zərfidir. Deməli, birinci sıradakı bu sıra, bu sütun tərzi hərəkət, bu sütun zaman zərfi, bu sütun kəmiyyət zərfidir. Bu sırada isə sadə zərflər, ikinci sırada düzəltmə zərflər, üçüncü sırada isə mürəkkəb zərflərdir. İndi bizə lazımdır, burada sadə zaman zərfi lazımdır. Burada mürəkkəb kəmiyyət zərfi, burada isə düzəltmə tərzi hərəkət zərfi lazımdır. Demək, yer zərfi istəmir bizdən. Yer zərfi ümumiyyətlə yoxdur burada deyə. D bəndini çıxıram avtomatik. Birinci bizə düzəltmə lazımdır deyə ara bir sözünü də çıxıram. Çünki mürəkkəb lazım deyil bizə. Sadə də lazım deyil. Asta sözünü də çıxıram buradan. Qaldı bir də B bəndi, bir də C bəndi. İndi baxaq görək hələ bu cavablardan hansı daha çox uyğun gəlir. Deməli, bu sıraya düzəltmə tərzi hərəkət zərfi lazımdır. Türkcə cismən hər ikisi uyğun gəlir əslində. Türkcə, məqaləni türkcə yazdım. Necə yazdım? B bəndi hələ ki uyğun gəlir. Bu sıraya deməli sadə zaman zərfi lazımdır. Məsələn, sırağa gün gəldim. Nə zaman gəldim? Sırağa gün. Uyğun gəlir sırağa gün sözü. Bir də bu sıraya isə mürəkkəb kəmiyyət zərfi lazımdır. Addım başı nəyəsə rast gəlirdim. Necə addım başı? Addım başı sözü ümumiyyətlə tərzi hərəkət zərfi olduğu üçün C bəndini çıxıram. Cavabımız olacaq türkcə düzəltmə tərzi hərəkət zərfi. Sırağa gün sadə zaman zərfi. Bir də 1-ə 5. Məsələn, məhsulun qiyməti 1-ə 5 artdı. Nə qədər 1-ə 5 kəmiyyət zərfi? Cavabımız olacaq B bəndi. 26-da cavab olacaq demək B. 27. Hansı cümlədə zərfin iki müxtəlif məna növü işlənmişdir? Hamı yenə maraqla onlara baxırdı. Yenə nə zaman maraqla onlara baxırdı. Necə? Birdə var. Birdə həm zaman zərfi var, həm də tərzi hərəkət. Deməli, cavablardan biri olacaq 1. Dodaqları kobud şəkildə irəliyə doğru uzanmışdı. Necə? Kobud şəkildə haraya? İrəliyə doğru. Burada irəli sözü var, bir dənə yer zərfi var. Ona görə 2-ni çıxıram. O yaxşı şahmat oynayar. Həmişə də qalib gələrdi. O yaxşı oynayar. Necə oynayar? Tərz. Qalib gələrdi nə zaman? Həmişə. Tərz var, bir də zaman var. Deməli, 3 də olacaq.
4-ə baxaq. Gülaranın dodaqları xəfifcə tərpənir. Necə? Tərzi hərəkət. Ürəyi sürətlə döyünürdü. Tərzi hərəkət. Burada yoxdur. Hər ikisi tərzi hərəkətdir. O cavab vermədən sakitcə uzaqlaşdı. Necə? Sakitcə. Necə? Cavab vermədən. Hər ikisi tərzi hərəkət zərfinin sualına cavab verir. Amma nitq hissəsi olaraq cavab vermədən feili bağlamadı. Sakitcə isə zərfdir. Ona görə 5-i də çıxdım. Cavabımız olacaq 1-3. 1-3 cavabı da olacaq E bəndi. 28. Verilmiş cümlədə işləmiş zərflərlə bağlı doğru fikirləri müəyyən edin. Uşaq bizi diqqətlə dinləyir. 28. Diqqətlə tərzi hərəkət. Düzəltmədir, isimdən düzəlib. Diqqətlə dinləyir. Hərdən nə zaman? Bu da zaman zərfidir. Əvəzlikdən düzəlib. Kədərli gözlərini qıyaraq yuxarıya baxırdı. Bir də yuxarıya sözü var. Bu da yer zərfidir. Sadə yer zərfi. Yuxarı. Yuxarıya yönlü şalın şəkiltisi ilə işlənib. İndi baxaq cavablara. Zərfin 3 müxtəlif məna növünə aid nümunə işlənib. Tərzi hərəkət, zaman, yer. Bu düzdür. Biri götürdüm. Zaman və yer zərfinin quruluşca növü eynidir. Zaman və yer zərfi. Bu səhvdir. Biri sadədir, biri isə düzəltmə. Hərəkətin tərzini bildirən zərf quruluşca düzəltmədir. Bu da düzdür. 3 də düzdür. 4-ə baxaq. Bütün zərflər təsriflənməyən feillərə aiddir. Deməli, diqqətlə dinləyir. Bu təsriflənən feilə aiddir. Təsriflənməyən feil. Dinləmək təsriflənəndir. Yuxarıya baxırdı. Burada da təsriflənən aiddir. Bir dənə hərdən sözü təsriflənməyənə aiddir. Ona görə 4 səhv olacaq. Yer zərfi hal şəkiltisi qəbul etmişdir. Düzdür. Yönlü çalın şəkiltisini qəbul edib. 1-3-5. 1-3-5 cavabı da olacaq. Deməli, 28-də D bəndi. 29. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Qızbəs xalanın üzünə indi mən daha diqqətlə baxa bilirdim. Burada indi sözüdür. Bir də diqqətlə sözü. Zərf. İkinci cümlədə bu gün gələndə gördüm ki, el tamamilə köçüb, yurdu qalıb. Bir də burada da bu gün sözüdür. Mürəkkəb zaman zərfidir. El tamamilə köçüb. Tamamilə sözü də deməli düzəltmə kəmiyyət zərfidir. İndi baxaq görək. Nəyi soruşur bizdən? Birinci cümlə ilə bağlı doğru fikir. Hərəkətin tərzini bildirən zərf quruluşca düzəltmədir. Baxa bilirdim, necə baxa bilirdim diqqətlə. Bir düzdür. Zaman zərfi sadədir və təsriflənməyən feili izah edir. İndi baxa bilirdim. Sadə olmağa sadədir, bura qədər düzdür. Amma bundan sonraki hissəsi səhvdir. İçini çıxdım. İkinci cümlə ilə bağlı yanlış fikri soruşur. Demək, mürəkkəb zərf hərəkətin baş verdiyi zamanı bildirir. Mürəkkəb zərf zamanı bildirir. Bu düzdür. 4-ə baxaq. Quruluşuna görə sadə olan kəmiyyət zərfi işlənmişdir. Bizdən yanlışı soruşduğu üçün cavab olacaq 3. 4-ü yanlış götürə bilmərik. 4 səhvdir deyə yanlış olan fikirdə olduğu üçün uyğun fikir olacaq. Bizdən soruşur deməli uyğun fikirləri. Ona görə də 1-dən 3 olacaq. 1-3 cavabı da olacaq 29-da C bəndi. 30-cu sual. 30-da deyir, hansı cümlələrdə zərf var, ancaq feili izah etmir. Tədbirə xeyli qonaq dəvət olunmuşdu. Bu cümlədə zərf yoxdur, biri çıxıram. Ailəmiz dünən Laçında idi. Dünən nə zaman? Bəli, feili izah etmir. Burada zaman zərfi var, amma feili izah etmir. Cavablardan biri olacaq 2. O sizdən əvvəl çempiondur. Sizdən əvvəl, burada əvvəl sözü qoşma olduğuna görə 3-ü götürmürəm. 1-3 cavabı olanlarda çıxıram. A bəndini, D bəndini çıxıram. C bəndini çıxıram, B-ni çıxıram. Cavabımız çox güman ki, E bəndi olacaq. Amma cavablara baxaq. Dünənki oyun da maraqlı idi. Bu cümlədə də zərf yoxdur. Məşq zalı hələ irəlidədir. Bax, burada feili izah etmir. Hələ, nə zaman, irəli yer zərfi. Zaman zərfi yer zərfinə aiddir. Ona görə cavablardan biri olacaq 5. İçəri yenə olduqca istidir. Deməli, içəri hara? Yer zərfidir. Yenə nə zaman? Yer zərfi də var, zaman zərfi də var, amma cümlədə feil yoxdur. Deməli, 2, 5, 6. 2, 5, 6 cavabı da olacaq E bəndi. 31-ci sual.
31-ci sual maraqlı sualdır. Deyir, hansı sözlər nöqtələrin yerində işlənə bildikdə biri zərf olmaqla müxtəlif nitq hissələri olar. Yəni, sözlərin yerini dəyişəndə də zərf kimi də işlənə bilər, başqa nitq hissəsi kimi də. Məsələn, elə sözü zərf ola bilməz. Elə sözü zərfin əvəz eləyən əvəzlikdir. Çünki elə sözü heç vaxt nitq hissəsi kimi zərf götürülmür, işarə əvəzliyi olur. Ona görə 2-ni çıxıram buradan, çünki 2 zərf olmayacaq. Bədii sözü də nitq hissəsi olaraq zərf ola bilməz. Sifət kimi işlənir ancaq. Ona görə 5-i də çıxıram. Cavabımız 1, 3, 4 cavabı olacaq çox güman ki. Amma yenə də cavabı izah eləyək. Məsələn, bizdən nəyi soruşur? Deyir ki, nöqtələrin yerinə qoyuruq. Məsələn, yaxşı əsər çox oxundu. Biri zərf olur. Görürsünüz, çox sözü zərf oldu. Amma yaxşı sözü zərf olmadı. Biri zərf oldu. Biri isə sifət oldu. İndi həmin sözlərin yerini dəyişəndə də yenə də biri zərf olacaq. Biri isə başqa nitq hissəsi olacaq. Məsələn, çox əsər yaxşı oxundu. Yaxşı sözü bu dəfə zərf oldu. Çox sözü isə zərf yox, say kimi işləndi. Deməli, yerini dəyişəndə. Və yaxud yaxşı əsər xeyli oxundu. Və yaxud xeyli əsər yaxşı oxundu. Görürsünüz, yerin dəyişəndə həm zərf kimi işlənə bilir, həm də başqa nitq hissəsi kimi işlənə bilir. Amma elə və bədii sözləri bu qaydaya uymadı. Ona görə də cavabımız olacaq 1, 3 və 4 cavabları. 1, 3, 4 cavabı da olacaq 31-də C bəndində. Otuz ikinci sualda bizdən soruşur. Zərfin bütün məna növlərinə aid nümunələrin olduğu cümlələri müəyyən edin. Zərfin 4 məna növü var. Tərz hərəkət, zaman, yer və kəmiyyət. Dünən zaman zərfi, ora, yer zərfi, həvəslə tərz hərəkət, xeyli kəmiyyət. Deməli, birdə hamısı var. 2-yə baxaq. Orada dünən xeyli kitabdan həvəslə istifadə etdim. Orada yer, dünən, deməli zaman, xeyli kitab. Artıq burada xeyli sözü kəmiyyət zərfi olmayacaq. Çünki kitab sözü isimdir. Burada say olacaq. Ona görə bunu götürmürük. Həvəslə isə tərz hərəkət. Burada yoxdur hamısı. 2-ni çıxdım. Burada hava qaralanda temperatur qəflətən xeyli dəyişdi. Bura yer zərfi. Qəflətən, necə, qəflətən, tərzi hərəkət, xeyli, kəmiyyət. 3-də də hamısı yoxdur. Ona görə 3-ü də çıxdım. 4-ə baxaq. İndi nə zaman irəli yer, səhər zaman, axşam zaman, istədiyimiz qədər rahat dincələrdik. Burada da hamısı yoxdur. Səhər irəlidə rahat-rahat bir qədər dincələrdik. Səhər nə zaman, irəli yer, necə dincələrdik rahat-rahat, nə qədər dincələrdik bir qədər. Deməli, zaman, yer, tərz, bir də kəmiyyət, bir də 5 olacaq. 1 və 5. 1-5 cavabı da olacaq A bəndi. 32A. 33. Götür-qoy etdikdən sonra dostlarımla mən dediklərinizdə inandıq. Cümləsinin tərkibindən hansı söz çıxarılsa, cümlədə zərf də olar. Demək, sonra sözü çıxışlı qaldan sonra gələndə qoşma olur. Götür-qoy etdikdən sözü mürəkkəb fiildir. Əgər biz götür-qoy etdikdən sözün çıxarsaq buradan, sonra sözü tək işlənəcək və cümlənin zaman zərfi olacaq. Elə cavabımız da olacaq B bəndi. Götür-qoy etdikdən sonra. Deməli, 33 oldu B bəndi. 34. Cümlə əsasında düzgün fikirləri müəyyən edin. Axşam qapı birdən taybatay açıldı. Axşam nə zaman? Birdən, necə? Birdən, deməli, açıldı, nə açıldı? Qapı nə zaman axşam? Necə birdən, necə taybatay? Bayırdakılar 2-2 zərf içəri daxil oldular. 2-2. Neçə sualı, kəmiyyət zərfliyinin sualıdır. Necə cəld, haraya, içəriyə. Zərfin bütün məna növlərinə aid nümunədən istifadə olunub baxaq. Deməli, zaman zərfi, tərzi hərəkət zərfi, kəmiyyət zərfi, yer zərfi. Bu düzdür. Biri götürdük, bir düz cavabdır. 2-yə baxaq. Düzəltmə sözlərdən birinin kökü zərfdir. Demək ki, axşam qapı birdən taybatay açılıb, bayırdakılar 2-2 cəld içəri daxil oldular. Deməli, birdən taybatay açılıb, bayırdakılar 2-2 cəld içəri daxil oldular. Burada kökü zərf olan söz yoxdur. 2-ni çıxıram. Zərflərdən biri feili xəbərə aid deyil. Deməli, taybatay açıldı, daxil oldular, hara, içəri. Bu da səhvdir, çünki bütün zərflər feili xəbərə aiddir. Zərfin bir məna növünə aid quruluşca 3 müxtəlif söz zərf var. Bir məna növünə aid olsun, amma quruluşca 3 müxtəlif. Yəni, eyni məna növünə aid həm sadə, həm düzəltmə, həm də mürəkkəb zərf var. Baxaq görə hansı zərfdir o? Deməli, cəld sözü tərz hərəkət zərfidir, sadədir.
Birdən sözü tərzi hərəkət zərfidir, düzəltmədir. Taybatayda tərzi hərəkət zərfidir, mürəkkəbdir. Deməli, sadə tərzi hərəkət zərfi, düzəltmə tərzi hərəkət zərfi və mürəkkəb. Bu da düz cavab olacaq. 4 düz olacaq. 1, 4. 5-ə baxaq. Yerinə görə isimlə amonim ola bilən zərfdən istifadə edilməyib. Yerinə görə isimlə. İsimlə amonim olan zərfdən istifadə edilib. Məsələn, axşam sözü yerinə görə isim də ola bilər. Ona görə bu da səhv olacaq. 5-də səhvdir. Düzgün cavab olacaq 1, 4. 1, 4 cavabı da olacaq D variantı. 35-də deyir. Deməli, nöqtələrin yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Feilə aiddir, tərz bildirir, kökü sifətdir. Əhməd kişi çox çalışqan adamdır. Bu cümlədə zərf yoxdur. Ani çıxdım. Uşaq başına gələnləri həvəslə danışırdı. Necə danışırdı? Həvəslə, feilə aiddir. Tərz bildirir, düzdür, amma kökü sifət yox, isimdir deyə C-ni də çıxıram. Onlar axşamacan işləyirdilər. Axşama qədər, nə zamana qədər. Burada da tərz yox, zaman zərfi var. D-ni çıxdım. Bu hadisə çoxdan olmuşdu. Nə zaman? Zaman zərfidir. B-yə baxırıq. Rüstəm kişi bizə mehribancasına nəzər saldı. Nəzər saldı mehribancasına. Necə? Feilə aiddir, düzdür. Tərz bildirir. Necə nəzər saldı? Mehribancasına. Bu da düzdür. Kökü sifətdir. Sözün kökü mehriban. Bir də casına şəkilçisi artırılıb. Mehriban sözü də sifətdir. Deməli cavabımız olacaq B bəndi. 35B.